Salam, mən bu videoda sizlərə DİM 2025 sınaq 20-də 19-cu sınaq məsələ 1-in izahını vermək istəyirəm. Vaxtımız getməsin deyə bu məsələ ilə bağlı sadə izahlara əvvəlcədən yazmışam. Demək, ilk öncə məsələni oxumamışdan əvvəl biz bilməliyik ki, amin tuşlar sərbəst halda kütlələri 128-dir və amin tuşu amin qrupundan, daha sonra karboksil qrupundan və radikal SH-dan ibarətdir. Yəni, bunların cəmi 128. Radikalın isə kütləsi 54 edir. Təbii ki, əgər məsələdə radikal veribsə, biz 54 ilə götürürük. Amma, yəni, amin turşunun adını veribsə, tutaq ki, glisin veribsə, H-la götürürük. Sistein veribsə, CH2SH-dan götürürük artıq. İndi keçək burada bir sıra sadə izahları verim. Ümumiyyətlə, en sayda amin turşusu varsa, yalnız ortadakılar 2 peptid rabitə ilə birləşirlər, bir öndə gələnlər 1 peptid rabitə ilə, bir də sonda gələnlər peptid rabitə ilə birləşirlər. Ortada olanlar isə 2 peptid rabitə əmələ gətirirlər. 128 bunların sərbəst halda kütlələridir. Mən minimum burada 3 amin turşusu yazmışam və bir-birlərindən reaksiya salınıb burada. Nəticədə alınıb zülalın tərkibindəki, burada görsək əgər, birinci demək, amin turşusunun ölçüsü nə qədər olur? Yəni, kütləsi nə qədər olur? Sərbəst halda 128-dir. Birincidən OH çıxır. Demək, 128-dən çıxıram OH. Oksigen 16, hidrogen 1. 17-ni çıxdım. Demək, zəncirdə birinci amin turşusunun kütləsi eləyir 111. Ortadakıların kütləsi ümumi 128-dir. Buradan H və OH ayrılır. 128-dən 18-i çıxıram. Demək, ortadakılar olur 110. Sondakılardan isə bir dənə amin qrupundan H çıxır. Yəni, 128-dən 1-i çıxıram və eləyir 127. İndi bizə məsələdə burada radikalsız kütləni soruşduğuna görə birinci ilk öncə öndə gələnin radikalsız kütləsini hesablamalıyıq. Radikal 54-dür. Yəni, ümumi 111 idir. 111-dən 54 çıxıram. Radikalsız kütlə birincidə qeyd eləyir 57. Ortadakılarda isə qısaca 2 yazıram. Ümumi ortadakılarda isə 111-dən yenə də 54, yəni radikal çıxıram, eləyir 56. Sondakı, indi mən 3 yazıram. Burada 3 amin turşusu vermişəm deyə. Sonda isə 127 idi. 127-dən yenə radikalsız kütləni 54-ü çıxmışam. Sondakılar isə eləyir 73. İndi gəlin artıq bu sadə hissələri bildiksə, artıq məsələnin həllinə başlayaq. Bir polipeptid zəncirdə 2 peptid rabitə əmələ gətirən amin turşu qalıqlarının funksional qruplarının və mötərizə biz yazıb ki, amin turşunun radikalsız hissəsinin kütlələrinin cəmi. Demək, 2 peptid rabitə əmələ gətirən deyirsə, biz burada ortadakıları götürməliyik və ortadakıların sayı x qədərdir, bilmirəm. Amma onu da bilirəm ki, radikalsız hissənin kütlələrinin cəmi 56-dır. Demək, ortaya yazıram 56x. Davam edirik, bunu bildik. İndi deyir ki, demək, kütlələrin cəmi bir peptid rabitə əmələ gətirən amin turşu qalıqlarının funksional qrupunun, yenə burada radikalsız hissələrinin cəmindən 6478 vahid çoxdur. Aha. İndi bura kimi ilk öncə başlayaq demək yazmağa. Biz bildik, bir peptid rabitəni əmələ gətirər. Bir birincidir, 57, yəni radikalsız hissə, bir də sonuncu 73-dür. Bunların cəmi 57 üstəgəl 73. Mən bunun cəmini, əgər demək, nə qədər eləyir? 130 eləyir. Və bizə deyir ki, yəni bu 56x, belə deyək, bu 130-dan 6478 vahid çoxdur. Demək, mən burada nə edərəm? Əgər 130-u x adlandırsam, onda 56x olacaq. X üstəgəl, burada verilən 6478 olacaq. İndi mən buradan, yəni burada da x-i mən nə adlandırdım? 130 adlandırdım, düzdür? Demək, indi burada x-in yerinə qoyuram 130-u. İndi tapıram. 56x bərabərdir. 130 üstəgəl, yəni 6478. Buradan da tapıram ki, biraz boş yer qalmadı. 56x bərabərdir 6478-in üstünə 130 gələndə eləyir 6608.
Buradan da 6608-i bölürəm 56-ya. Bu da eləyir 118. Aha. Demək burada tapdığım mənim 118 iki rabitə əmələ gətirənlərin sayıdır. Yəni ortadakıların. Çünki mən burada 56x qoydum burada və sizin başa düşməyiniz üçün, yəni burada qeyd olunub ki, ortadakı, yəni iki peptid rabitə əmələ gətirənlərin sayı bir peptid rabitə əmələ gətirənlərdən 6478 vahid çoxdur. Ona görə yazdım ki, 56x bərabərdir. Yəni 130-dan 6478 vahid çoxdur. Ona görə üstünə gəldim və x-i tapdım ki, 118-dir. İndi davam eləyək, biraz silək. Ya da bu hissədə yazaq. Demək, bizim bu tapdığımız, demək 6608-i 56-ya böləndə elədi 118. Bu 118 ortadakılardır. İndi mən üstünə bir peptid rabitə əmələ gətirənlər də gəlməliyəm. Bir peptid rabitə əmələ gətirənlər ilk olanlar, bir də sonda olanlardır. Yəni 2-dir. Ona görə də 118-in üzərinə gəlirəm 2-ni. Eləyir 120. Demək, burada 120 amin turşusu var. İndi isə mən 120 amin turşusunu tapdım. İndi bizdən soruşur ki, bu polipeptidi kodlaşdıran genin kodlaşdırıcı hissəsinin transkripsiyası zamanı ayrılan suyun kütləsini tapın. Biz bilirik transkripsiyanın düsturu 3n-1-dir və buradakı n də amin turşularının sayıdır. Amin turşularını neçə tapdım? 120 tapdım. 118-in 2 gəldim, tapdım 120-ni. 3-ü vururuq 120-yə, eləyir 360. 360-dan çıxırıq 1-i, cavab edir 359 mol demək su çıxdı. İndi bizə buradan suyun kütləsini verirsə, biz bu zaman kütlə olan zaman bu moldur. Yəni biz qrama çevirmək üçün vuracağıq 18-ə. Bu da edir cavab 6462. Demək, birinci məsələdə düzgün cavab olur Y bəndi.